George Orwell, Heyvanistan. 1-ci fəsil. Malikanə firmasının sahibi Mr. Jones gecə toyuq damının qapısını bağladı. Amma elə sərxoş idi ki, divardakı deşiyə bir şey tıxamaq yadından çıxdı. Arxa qapını təpiyi ilə vurub açdı. Əlində titrəyən fənərin qaranlıqda açdığı işıqlı dairələrlə yıxıla dura həyətdən keçdi. Mətbəxdə çəlləyin dibində qalmış axırıncı stəkan pivəni bir təhər töküb içdi və Mrs. Jones'un bayaqdan bəri xoruldadığı yatağına uzandı. Yataq otağında işıq sönən kimi fermada narahat hərəkət başladı. Bütün günü şayiə gəzirdi ki, əslən müdüriyyatdan olan, sərgilərdə bir neçə mükafat qazanmış mayor ləqəbli qoca donuz dünən gecə qəribə yuxu görüb. Bu gecə yuxusunu heyvanlara danışmaq istəyir. Odur ki, Mr. Jones yatmağa gedən kimi böyük ambara yığışmaq qərarı alınmışdı. Qoca mayor hamı onu belə çağırırdı. Sərgilərdə isə Wellingtonun yaraşığı adı ilə təqdim olunurdu. Qoca mayor fermada böyük hörmət sahibi qazandığından onun çağırışı dinməz söyləməz qəbul edilmişdi. Mayor həmişəki adəti üzrə ambarın yuxarı tərəfində səkiyə döşənmiş samanın üstündə yeri rahatlayıb gözləyirdi. Başı üzərindəki dirəkdən fənər asılmışdı. Mayorun artıq 12 yaşı vardı. Son vaxtlar boyundan çox eninə verirdi. Hətta qorxunc dişlərinə baxmayaraq, yenə də gözlərində müdriklik və xeyirxahlıq işığı parıldayırdı. Heyvanların hamısı gəlib şəkərlərinə uyğun yerləri tutana qədər xeyli vaxt keçdi. Əvvəlcə 3 köpək, Bill, Jesse və Pincher içəri girdilər. Onların ardınca domuzlar gəlib səkinin qabağında, samanın üstündə özlərinə yer elədilər. Toyuqlar pəncərənin önünə toplandılar. Göyərçinlər itələşə-itələşə dam dirəklərinə qondular. Qoyunlarla inəklərsə donuzların arxa tərəfində döşəməyə uzanıb həmişəki adətləri üzrə dərhal gövşək vurmaya başladılar. Qoşqu atları Boxerlə Clover bir yerdə içəri girdilər. Onlar enli, tüklü dırnaqlarının mümkün qədər az yer tutmasına və kiçik heyvanların ayaqları altında qalıb əzilməməsinə çalışaraq ehtiyatla hərəkət edirdilər. Clover orta yaşlarında boylu buxunlu bir madyan idi. 4-cü dayçasını dünyaya gətirəndən sonra əvvəlki zərifliyini itirmişdi. Boxerin görkəmi isə istər-istəməz hörmət doğururdu. Yerdən yalına qədərki hündürlüyü 6 futdan çox olardı. Gücü 2 aidi atın gücü qədər idi. Burnunun üstündəki qaşqası ona biraz səfih görkəm verirdi. Elə əslində də Boxer intellekt sarıdan axsayırdı. Lakin həlim xasiyyətindən və fövqəladə əməksevərliyinə görə hamının hörmətini qazanmışdı. Atlardan sonra Muriel, Ağ keçi və Benjamin adlı uzunqulaq içəri girdilər. Benjamin fermanın ilk sakinlərindən idi və yaramaz xasiyyəti ilə seçilirdi. Çox az danışırdı. Ağzını açanda isə mütləq nəyisə riyakar bir söz deyirdi. Məsələn, bir dəfə demişdi ki, Cənab Allah quyruğu ona mığmığadan qorunmaq üçün verib. Lakin nə mığmığa, nə də quyruğu olmasa daha məmnun olardı. Fermadakı heyvanlar heç vaxt Benjaminin güldüyünü görməmişdilər. Səbəbi ilə maraqlananlara da gülməyə bir əsas görmədiyini deyirdi. Bunu çox nəzərə çarpdırmasa da, Boxerlə möhkəm dost idilər. Bazar günlərini əksər hallarda bostanın arxasında hasarı alınmış örüş yerində keçirirdilər, kəlmə kəsmədən sakitcə otlayırdılar. Boxerlə Clover təzəcə uzanmışdılar ki, analarını itirmiş bir dəstə ördək balası ambara soxuldu. Onlar qaqqıldaşaraq o tərəf bu tərəfə qaçışır, təsadüfən ayaq altında qalıb əzilməmək üçün təhlükəsiz yer axtarırdılar. Clover'in qabağı uzadılmış ayaqlarının müdafiə səddi kimi əla boşluq yaratdığını görüb, ora doluşdular və dərhal da yuxuya getdilər. Sonra Mr. Jones'un 2 yerlik arabasına qoşduğu Molly, səfih, lakin yaraşıqlı balaca ağmadyan ağzındakı qəndi xırçıldada naz qəmzə ilə ambara girdi. O qabaq sıralarda özünə yer tapdı və içəridəkilərin diqqətini cəlb etmək ümidi ilə
yalına bağladığı qırmızı lenti oynatmağa başladı. Ən axırda pişik gəldi. Həmişəki adəti üzrə isti yer tapmaq üçün o tərəf bu tərəfə boylandı. Axırda da özünü Boxerlə Clover'in arasına verdi. Mayor danışmağa başlayandan sonra o yerində aramsız qurdalanır və astadan mırıldanırdı. Odur ki, deyilənlərdən bir kəlmə də eşidə bilmədi. Arxa qapının yanında payanın üstündə mürgü döyən əl qarğası Mosesdən başqa bütün heyvanlar yığışmışdı. Mayor hamıya yerini rahatlamağı təklif edəndən və səbirlə sakitlik yaranmasını gözləyəndən sonra boğazını təmizləyib sözə başladı. Yoldaşlar, yəqin dünən gecə qəribə yuxu gördüyümü eşitmişsiniz. Bu söhbətə sonra qayıdacağım. Lakin əvvəlcə başqa sözüm var. Yoldaşlar, bundan sonra hələ uzun müddət sizinlə birlikdə olacağımı düşünmürəm. Ona görə də ölməmişdən əvvəl həyat təcrübəmi hamınızla bölüşməyə özümü borc sayıram. Mən uzun ömür sürmüşəm. Donuz damında tək-tənha qaldığım gecələrdə fikirləşməkdən çox vaxtım olub. Sizi əmin edə bilərəm ki, yer üzündə mövcudluğumun mənasını indi hər bir heyvandan daha yaxşı anlayıram. Sizinlə də elə bu barədə danışmaq istəyirəm. Beləliklə yoldaşlar, mövcudluğumuzun mənası nədədir? Gəlin həqiqətin gözünə dik baxaq. Həyatımız qısa və miskindir, ağır zəhmətlərlə doludur. Doğulduğumuz gündən bizə ancaq nəfəsimizi canımıza tutmağa kifayət edəcək qədər yemək verirlər. Kimin bədənində təpəri, gücü varsa, son nəfəsi ağzından çıxana qədər işləməlidir. Günlərin birində artıq işə yaramayanda tərəddüdsüz filansız hamımızı sallaxana bıçağının altına göndərirlər. İngiltərədə bir yaşına çatmış elə heyvan yoxdur ki, haqqı çatan istirahətin, yaxud xoşbəxtliyin nə olduğunu bilsin. İngiltərədə heç bir heyvan azad deyil. Bütün yaşayışımız başdan ayağa miskinlik və köləlikdən ibarətdir. Həqiqət belədir. Bəlkə bu təbiətin adi bir qanunudur. Bəlkə bunlar ona görə belə olur ki, torpaqlarımız məhsuldar deyil. Sakinlərinin həyatını təmin edə bilmir. Yox, yoldaşlar, min dəfə yox. İngiltərənin iqlimi mülayimdir. Torpağı barlıdır, bəhərlidir. Bu ölkə indiki sakinlərindən qat-qat artıq heyvanı yedirib bəsləməyə qadirdir. Təkcə bizim fermada bir düjün at, 20 inək, yüzlərlə qoyun saxlamaq olar. Onların həyatlarının rahatlıq içərisində təsəvvürünüzə gətirmədiyiniz şəxsi ləyaqət, hər kəsin izzəti nəfsinə hörmət şəraitində keçməsini təmin etmək olar. Bəs elə isə biz niyə bu cür acınacaqlı vəziyyətdə yaşayırıq? Çünki zəhmətimizin bütün bəhrələrini insan oğurlayır. Budur yoldaşlar, qarşımıza çıxan bütün sualların cavabı. Bu cavab tək bir sözdən ibarətdir. İnsan. Bizim yeganə düşmənimiz insandır. İnsana səhnədən uzaqlaşdırın. O zaman açlığı və kölə əməyini doğuran səbəblər də aradan qalxacaq. İnsan yeganə məxluqdur ki, heç istehsal etmədən hər şeyə ağalıq edir. O süd vermir, yumurtlamır, kötana qoşulmaq üçün çox zəifdir, dovşanı qovub tutmaq üçünsə çox asta gəlir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır. O zavallı heyvanları qul kimi qabağında işlədir. Onlara yalnız acından ölməmələri üçün yem verir. Qalan nə varsa hamısına özü sahib çıxır. Torpaq bizim zəhmətimizlə becərilir. Peynimizdən gübrə kimi istifadə olunur. Ancaq heç birimizin dərisindən savayı özgə sərvəti yoxdur. Bax siz, qarşımda uzanıb gövşək vuran inəklər. Keçən il 1000 qallon süd vermisiniz. Onunla heç olmasa buzovlarınızı doyunca əmizdirə bilərdiniz. Amma xəbəriniz də yoxdur ki, süd hara getdi, necə oldu. Aydın məsələdir. Düşmənlərimiz son damlasına qədər boğazlarına töküblər. Siz toyuqlar, ötən il nə qədər yumurtlamışsınız? Vermisiniz? Ya nə qədər cücə çıxarmışsınız? Hanı onlar? Hamısını bazara göndəriblər. Çünki Johnson və adamlarının əlləri daim pulla oynamalıdır. Clover,
De görüm əziyyətlə böyütdüyün 4 balan hardadır? Axı qoca vaxtında onlar sənin arxan, təsəllin olmalı idilər. Hamısı bir yaşlarına çatan kimi satılıb. Dayçalarının heç birinin özünü ömrün boyunca görə bilməyəcəksən. 4 ağır doğuşdan kotana qoşulub bu qədər şum yeri şumlayandan sonra bir ovuc yulafdan və küncünə qısıldığın uçuq tövlədən başqa axı neyin var? Hətta bu miskin həyatımızın da təbii axarı ilə sona çatmasına imkan vermirlər. Özümlə bağlı şikayətçi deyiləm. Hər halda bəxtim gətirib. 12 illik ömür sürmüşəm. 400-dən çox övlad dünyaya gətirmişəm. Normal donuz ömrü demək olar ki, yaşamışam. Lakin heç bir heyvan ömrünün axırında canını amansız bıçaqdan qurtara bilmir. Bax siz, qarşımda oturan gənc, məsum donuz balaları, bir il keçməmiş hamınızın həyatı bu hasarın çölündə sona yetəcək. Heç nə görmədən dünyadan köçüb gedəcəksiniz. Bu dəhşətli tale inəkləri, qoyunları, donuzları, toyuqları bir sözlə hamınızı gözləyir. Hətta atların və itlərin də bəxti gətirmir. Bax, bokser, zaman keçəcək, qüvvətli əzələlərin gücdən düşəndə Jones tərəddüd belə etmədən səni sallaxanaya aparacaq. Orada başını kəsəcəklər. Leşindən itlərə yem bişirəcəklər. Amma itlər də sevinməsinlər. Qocalıb dişləri töküləndə, işə yaramayanda Jones onların boyunlarına kərpic bağlayıb yaxınlıqdakı noxuda batıracaq. Bütün bunlardan sonra yoldaşlar fəlakətlərimizin insan nəslinin zülmündən qaynaqlandığını sizə gün kimi aydın etdim. Biz insanı devirməliyik. Yalnız o zaman zəhmətimizin bəhrəsinə sahib çıxacağıq. İstəsək hətta bir gecə ərzində zənginliyə və sərbəstliyə qovuşa bilərik. Bunun üçün nə etməliyik? Gecə-gündüz çalışmalıyıq. Bədənimizi və ruhumuzu insan nəslinin hakimiyyətini devirməyə hazırlamalıyıq. Yoldaşlar, mən sizi üsyana səsləyirəm. Bilmirəm bu üsyan nə vaxt olacaq, bir həftə yoxsa 100 il sonra. Lakin altımdakı samanı gözümlə gördüyümə inandığım kimi, ədalətin də tez ya da gec zəfər çalacağına o qədər inanıram. Bu fikri əsla çıxarmayın ağlınızdan. Həyatınızın son saatına qədər onu gerçəkləşdirməsi üçün çalışın. Bir də hamınıza vəsiyyət edirəm ki, dediklərimi özünüzdən sonra gələnlərə çatdırın. Qoy gələcək nəsillər qələbə əldə olunana qədər mübarizəni davam etdirsinlər. Yoldaşlar, onu da bilin ki, qətiyyət və iradəniz sarsılmaz olmalıdır. Qoy heç bir dəlil sübut sizi tutduğunuz yoldan çəkindirməsin. İnsanın o heyvanların ümumi maraqlarının olması, bir tərəfin inkişaf və tərəqqisinin o biri tərəfində rifahına yol açması haqqında deyilənlərə heç vaxt qulaq asmayın. Bunlar hamısı yalandır. İnsanı öz şəxsi maraqlarından başqa heç bir canlının mənafeyi düşündürmür. Biz heyvanlar arasında bundan sonra qoy sarsılmaz birlik, mübarizədə bərkəyən dostluq ruhu hökm sürsün. Bütün insanlar düşməndirlər. Bütün heyvanlar dostdurlar. Mayor sözünü qurtarmağa macal tapmamış, bərk səs-küy qopdu. O danışan zaman 4 iri sıçovul deşiklərindən çıxmış, yuvaların qabağında çöməlib, mayorun nitqinə qulaq asmağa başlamışdılar. Ortaya bir anlıq sakitlik çökəndə itlər onları görmüş, üstlərinə atılmışdılar. Yalnız bir an içərisində qaçıb mayor onları dayandırana qədər yuvalarına soxulmağa macal tapdılar. Mayor qabaq ayağını yuxarı qaldırıb hamını sakitliyə çağırdı. Yoldaşlar, bir məsələni də həll etməliyik. Gəlin aydınlaşdıraq. Sıçovullar və ada dovşanları kimi vəhşi heyvanlar bizim dostlarımızdır. Yoxsa düşmənlərimiz? Məsələni iclasın müzakirəsinə çıxarıram. Sıçovulları özümüzə yoldaş saya bilərikmi? Gəlin səs verək. Səs vermə dərhal keçirildi və sıçovulların heyvanlara yoldaş sayılması qərarı böyük səs çoxluğu ilə qəbul olundu. Yalnız 4 heyvan, 3 itlə bir pişik onların əleyhinə səs vermişdi. Sonradan pişiyin məsələsinin həm lehinə, həm də əleyhinə səs verdiyi aşkara çıxdı.
Mayor davam etdi. Deyiləcək bir neçə sözüm də var. Dönə-dönə təkrar edirəm. İnsana, onun bütün isteklərinə qarşı düşmənçiliyin hər birinizin borcu olduğunu heç vaxt unutmayın. İki ayağı üstə gəzən hər bir canlı düşməninizdir. Dörd ayağı üstə gəzən yaxud uçan hər canlı dostumuzdur. Bir şeyi də yadınıza saxlayın. İnsana qarşı mübarizə apararkən biz heç bir vəclə ona bənzəməməliyik. Hətta mübarizə qələbə ilə başa çatandan sonra da insanın həyat tərzini qəbul etməyin. Evdə yaşamaq, yorğan döşəkdə yatmaq, paltar geyinmək, spirtli içki içmək, siqaret çəkmək, pulla oynamaq və ticarətlə məşğul olmaq heç vaxt heç bir heyvanın ağlına da gəlməməlidir. İnsanın vərdişlərinin hamısı pisliklərdən ibarətdir. Nəhayət, heç bir heyvan öz həmcinsinə zülm etməməlidir. Zəif yaxud güclü, ağıllı yaxud səfih olsaq da, hamımız qardaşıq. Heç bir heyvan digər heyvanı öldürməməlidir. Bütün heyvanların hüquqları bərabərdir. İndi isə yoldaşlar, dünən gecə gördüyüm yuxunu sizə danışmaq istəyirəm. Yuxuda qovuşduğum arzunu sözlə təsvir etməkdə acizəm. Bunun üzərində insan yaşamayan torpaqla bağlı arzudur. Yadıma çoxdan unudulmuş saydığımız şeylər düşdü. Uzun illər bundan əvvəl mən hələ balaca çoşka olanda anamla rəfiqələri köhnə bir mahnı oxuyurdular. Ancaq onlar mahnının yalnız melodiyasını və ilk 3 sözünü bilirdilər. Balaca vaxtda mən də bu melodiyanı öyrənmişdim. Amma sonra unutdum. Və qəribədir, dünən gecə yuxumda həmin melodiyanı xatırladım. Ən təəccüblüsü də budur ki, mahnının sözləri də yadıma düşdü. Heyvanların bu mahnını çox-çox illər bundan əvvəl oxuduqlarına, sonra isə nəsillərin yaddaşından silindiyinə inanıram. Yoldaşlar, indi həmin mahnını sizə oxuyacağam. Artıq qocalmışam, səsim xırıltılı çıxır. Ancaq əminəm ki, melodiyanı və sözləri sizə öyrədəndən sonra onu məndən də yaxşı oxuyacaqsınız. Mahnı İngiltərənin heyvanları adlanır. Qoca mayor boğazını təmizləyib oxumağa başladı. Səsi həqiqətən də xırıltılı çıxırdı. Lakin yetərincə yaxşı oxuyurdu. Clementin Bela Kukaraçın xatırladan melodiyasını həyəcansız dinləmək olmurdu. Sözlər də gözəl idi. İngiltərə, İrlandiya heyvanları, ormanların, iqlimlərin canlıları, qulaq asın müjdə dolu xəbərimə, yaxınlaşır gələcəyin xoş anları. Əvvəl-axır o xoş günü görəcəyik. Qəddar insan taxt tacından devriləcək. Bol bəhrəli İngiltərə torpaqları heyvanların özlərinə veriləcək. Buruntaqlar açılacaq burnumuzdan, kürəyimiz ağır yükdən qurtulacaq. Bizi xofa salmayacaq qırmanc səsi, aclıq, əzab həmişəlik yox olacaq. Göz önündə canlandırın bu səhnəni. Arpa, buğda, zərif yulaf yaşıllıqlar. Yonca, paxla, siloz, şəkər çuğunduru. Gün görəcək həm atalar, həm övladlar. Nur yağacaq İngiltərə çöllərinə. Axan sular durulacaq, çağlayacaq. Biz azadlıq arzusuna qovuşanda sərin yellər ruhumuzu oxşayacaq. O günlərə qovuşmadan ölsək belə, o günlərin xatirinə çalışaq biz. Ey inəklər, atlar, qazlar, hündüşqalar, azadlığın eşqi ilə alışaq biz. İngiltərə, İrlandiya heyvanları, ormanların, iqlimlərin canlıları, hər tərəfə yayın müjdə xəbərimi, yaxındadır gələcəyin xoş anları. Mahnı heyvanların arasında vəhşi bir həyəcan yaratdı. Mayor axırıncı sözü oxuyub qurtarmamış onlar təkrarlamağa başladılar. Ən küt beyinləri belə artıq melodiyanı tutmuş və bir neçə sözü yadlarında saxlamışdılar. Donuzlarla itlər kimi ağıllı heyvanlarsa artıq bir neçə dəqiqədən sonra həm melodiyanı, həm də sözləri tamam öyrənmişdilər. Bir neçə təkrar çəkdən sonra bütün heyvanlar fermada heyrətamiz yekdilliklə oxunan İngiltərə heyvanlarının sədalarından lərzəyə gəlmişdi. İnəklər ritmə uyğun movuldayır, itlər hürüşür, qoyunlar mələyir,
Atlar kişnəyir, ördəklər qaqqıldaşırdılar. Mahnı heyvanların o qədər xoşlarına gəlmişdi ki, özlərinə fərqinə varmadan artıq onu 5 dəfə oxumuşdular. Əgər ortalığa maneə çıxmasaydı, bəlkə də səhərə qədər oxuyardılar. Lakin bədbəxtçilikdən Mr. Jones səsküyə yuxudan oyandı. Həyətə tülkü girdiyini fikirləşib, həmişə yataq otağının bir küncündə saxladığı tüfəngini götürdü. Qaranlığa bir neçə dəfə atəş açdı. Güllələr anbarın divarına dəydi. Toplantını dərhal dayandırdılar. Hərə öz yerinə qaçdı. Toyuqlar uçuşub damın altındakı dirəklərdə yerlərini tutdular. Heyvanlar samanın üstünə sərləndilər və ferma bir anda sükuta qərq oldu. Birinci fəslin sonu.